İlk öncə hamını salamlayıram. Mən son vaxtları tez-tez sosial şəbəkələrə baxıram, reabilitasiya mərkəzinə və bəzi insanlar orada mənfi kommentariyalar yazır ki, bunlar düzələn deyirlər, bunlar eyni necə olub elə də qalacaq, bu onların seçimidir və s. Həmənki şəxslərə demək istəyirəm ki, asıllı insanlar hal-hazırda sizin ailələrin içindədir, qohumların içindədir, qonşuların içindədir. Sadəcə olaraq onlardan bir qismi sağalırlar və faydalı insanlardır. Kimin valideynlərin, yaxınların güc tapıb və reabilitasiya mərkəzinə müraciət edib, bəzilər o gücü tapa bilmirlər. Ya güc tapa bilmirlər, ya inanmırlar, ya fikirləşirlər ki, onlar daha yaxşı bilirlər necə eləmək lazımdır. Baxmamış ki, heç vaxt nəticə olmuyor. Və baxmayın da, siz çox vaxtı efirdə eyni simaları görürsünüz, eyni insanları görürsünüz 3 il, 5 il, 4 il və sizdə elə bir illüziya yarana bilər ki, bunlar eyni insanlardır da. Amma bu proqram axı anonimdir. Hər şəxs çıxıb deyə bilməz ki, mən asıllı olmuşam, asıllıdan əziyyət çəkmişəm, narkoman olmuşam, ya iqraman olmuşam. Hal-hazırda burada neçədən qardaş oturur, biz onları göstərə bilmirik. Oturur və bugünkü gün də müalicə alır. Bəzi qardaşlar var ki, müalicəni alıb bitirib və bugünkü gündə sosial bir həyat yaşayır. Hər şey reabilitasiya ilə bağlı deyil də. Bizim məqsədimiz odur ki, insanlar reabilitasiyadan kənar yaşasın. Reabilitasiyada ayıq qalmaq böyük bir problem deyil. Reabilitasiyanın prosesindən sonra ayıq qalmaq çox önəmlidir və vacibdir. Və bizim məqsədimiz odur ki, insanlar çıxsın və sərbəst, azad həyat yaşasın. Çünki başqa cür mənası yoxdur. Başqa cür insan başlayır reabilitasiyadan asıllı olmaq. Bir asıllığı o birisi asıllığına əvəz edir. Ümid edirəm ki, siz o gücü taparsınız ki, reabilitasiya mərkəzinə müraciət eləmək üçün. Ki, sizin yaxınınız da sağalsın, azad olsun və faydalı olsun. Sizin üçün, özün üçün və dövlət üçün. Qardaş, sizi mən təbrik eləmək istəyirəm. Allah subhanət hələ sizi son nəfəsə qədər ayıq saxlasın, qardaş. Və siz 3 il ərzində bu cümlə var, sağalan asıllı uğra məhkumdur. Və həqiqətən öz təcrübədən keçirmişsiniz. Eyni şəkildə də Mahmud qardaş. Yəni biz tez-tez o cümləni deyirik də reabilitasiya mərkəzində ki, sağalan asıllı uğra məhkumdur. Və biri var ki, biz bunu deyirik, hələ rastlaşmamışıq da, hiss eləməmişik də. Təcrübəmiz yoxdur, sadəcə olaraq sözdür. Amma təcrübə buradadır. Mən gözəl sözlərə inanmıram, mən təcrübəyə inanıram. Çünki təcrübə reallıqdır. Bu yaxınlarda bir qardaş o birisi mərkəzi keçib, bir müddət vaxt ayıq qalıb, gəlib bizə sırıvnik kimi və oturur ağlayır. Mən başa düşürəm niyə görə ağlayır. Qardaş da imkanlı olub. Deyirəm ki, qardaş, sənin həyatında imkan olub, pullar olub da, amma o kifayət deyil də sənin üçün. O pul, o maşınlar və s. Ayıqlıq pulunu əvəz edir. Və bizim üçün ayıqlıq o qədər dəyərlidir. İndi qardaşlar, razılaşarsınız da mənlə. Necə burada otururuq, 1 ay ayıqam, 2 ay ayıqam, 3 ay ayıqam. O qədər dəyərli və vacib olur. Elə ki, milyonlara oturub sayırıq. Və qardaş istifadəyə gedəndə bankrot oldu. İndi təsəvvür eləyin ki, bir insan milyonerdir. Yəni, milyoner olmasın da, hər kəs də. Yəni ki, hər şey itirmişik. Bir dənə istifadə ilə evi də itirmişik, maşını da itirmişik, olduq bankrot. Nə hissləri yaşayacaq? Ona görə bu o qədər vacibdir 3 il, qardaş. Sanki səndə 3 milyard manat var. Çünki 100 min nəfərə bir dənə sən 3 il ayıqsın. 100 min nəfər, qardaş, bugünkü gündə çöldə istifadə edir. Fərq eləmir hansı simptomdan əziyyət çəkir. Reallıq budur. Mən sənə bütün ərəyindən təbrik edirəm, qardaş. Necə sən 3 il ərzində həm dövlət üçün, həm ailə üçün, həm qardaşlar üçün, həm cəmiyyət üçün, qardaş, faydalı olmusan, inşallah ki də belə faydalı olarsan. Çünki mənim üçün faydalı olmaq elə uğurdur. Elə uğur odur. Mənim maşınım, evim, o yox. Ki, mən faydalıyam bugünkü gündə. Naşid, mən uğurluyam. Çox sağ olun, minnətdaram. Allah razı olsun.